Salam əziz şagirdlər, bu gün biz 7-ci sinif kimya dərsliyində 7.4 neytrallaşma reaksiyaları mövzusunun başlığı altındakı sualların izahına birgə baxacağıq. Gəlin əvvəlcə öyrəndiləri tətbiq yerinə baxaq. Eşik arısı sancmış əlin acısını azaltmaq üçün sirkə turşusundan istifadə etmək olarmı? Fikrinizi əsaslandırın. Uşaqlar, mövzunu keçərkən də biz qeyd elədik ki, eşik arısı sancması zamanı dəridə qələvi mühit yaranır və bizdən sirkə turşusundan istifadə etməklə bu ağrını azaltmaq olarmı deyə soruşur. Adından da göründüyü kimi sirkə özü turşudur. Biz də bilirdik ki, neytrallaşma reaksiyaları turşu ilə əsas arasında gedir. Buna görə də biz sirkə turşusundan istifadə etməklə mühiti neytrallaşdıra bilirik. Bunun da nəticəsində əlin ağrısını azaltmaq olar və qıcıqlanmanı da zəiflətmək olar. İkinci suala baxaq. pH bərabərdir 4 olan 10 milli məhlulu tam neytrallaşdırmaq üçün onun üzərinə pH bərabərdir 10 olan məhluldan neçə milli əlavə etmək lazımdır? Gəlin baxaq uşaqlar. Bizə verib pH bərabərdir 4-dür. Digərində isə verib ki, pH bərabərdir 10-dur. Bizdən 10 milli məhlulu tam neytrallaşdırmaq üçün neçə milli əlavə etmək lazım olduğunu soruşur. Biz bilirik ki, uşaqlar, neytral mühit nədir? pH bərabərdir 7-dir. Baxın, biz burada nə görürük? Biz görürük ki, 4-dən də 7-yə gələndə plus 3, ondan da 7-yə gələndə minus 3 olur. Yəni, bir dəqiqə, minus 3 olur. Biz buradan görürük ki, hər ikisi eyni məsafədədir. Ona görə də biz bərabər həcmli məhlul götürməliyik ki, neytrallaşma tam olsun. Bizə də verib 10 milli məhlulu tam neytrallaşmaq. Yəni 10 milli turşu varsa, deməli biz 10 milli də əsas əlavə etməliyik ki, neytrallaşma tam olsun. Cavabımız olacaq 10 milli. Öyrəndiləriniz yoxlayına baxaq. A və B duzlarının məhlullarına metil oranj əlavə edilir. A duzunun məhlulu sarı, B duzunun məhlulu isə qırmızı rəngə boyanır. Məhlulların təxmini pH-ını təyin edin. Uşaqlar, bizə yazıb ki, A duzunun məhlulu sarıdır. Düzdürmü? Metil oranj əlavə olunan zaman məhlul sarı rəngdə olduqda mühit nə olur? Deməli, bizim mühitimiz əsasi mühitdir. B duzunun məhlulu isə qırmızı rəngə boyanır. Deməli, bizim mühitimiz nədir? Turş mühitdir. Bunların pH-ını təxmin eləyin deyir. Biz də bildik ki, əsasi mühitdə pH böyükdür 7 olur. Turş mühitdə isə pH kiçikdir 7 olur. İkinci suala baxaq. Kalium hidroksid məhlulu ilə nitrat turşusu məhlulunun arasında baş verən neytrallaşma reaksiyasının söz tənliyini tərtib edin. Gəlin yazaq uşaqlar. Biz əvvəlcə reaksiya tənliyini yazaq, daha sonra da söz tənliyini yazaq. Bizə verib kalium hidroksid, yəni kalium OH nitrat turşusu ilə reaksiyaya daxil olur. HNO3-lə reaksiyaya daxil oldu. Reaksiya nəticəsində uşaqlar alınacaq. Bu neytrallaşma reaksiyasıdır. Kalium gələcək birləşək NO3-lə. Kalium NO3 üzərinə gəlinsin, suyu əmələ gətirəcək. İndi bizdən söz tənliyini istəyir. Söz tənliyimiz necə olacaq? Kalium hidroksid. Kalium hidroksid. Qısa-qısa yazıram uşaqlar. Üzərinə gəlinsin nitrat turşusu. Nitrat turşusu. Reaksiya nəticəsində alınır. Kalium NO3, yəni kalium nitrat. Üzərinə gəlinsin su. Bu da bizim söz tənliyimiz oldu. Reaksiya tənliyimiz bu şəkildə, söz tənliyimiz də bu şəkildə oldu uşaqlar. Ümid edirəm ki, izahım aydın oldu. Kanala dəstək olmaq üçün abunə olmağı, rəy yazmağı və videonu bəyənməyi unutmayın. Gələcək mövzuların izahında görüşənə qədər.